Rəvayətlərə görə, keçmişdə Şamaxı kəndlərin birində bir dülgər kişi yaşayırmış. Qonşusu olan bir gənc ailə isə çətinliyə düşür. Gənc ailə başçısı xəstələnir, işləyə bilmir. Evdə isə 2 körpə uşaq. Gənc qadın isə çarəsizlik içində qapı-qapı düşməkdən utanır, yalnız dua edərmiş. Dülgər kişi bir gün onların evinin bacasından tüstü çıxmadığını görür. Anlayır ki, yemək bişməyib. Söz demədən evindən bir çuval un, yağ, kartof, biraz da pul götürüb aparır. Qapını döyür. Qadın heyrətlə baxanda ona belə deyir: "Qonşu, bu sənlik deyil. Bu Allah rızası üçün göndərilən bir nemətdir. Mən sadəcə bir vasitəçiyəm." Gənc qadın pulu götürməkdən utanır. Amma kişi deyir: "Əgər bu yardımı rədd etsən, mən də öz ruzimdə bərəkət görmərəm. Bu qonşuluq deyil, bu Allahla olan əhdimdir." İllər keçir. Dülgər kişi yaşlanır, xəstələnir. Gözləri zəifləyir, iş görə bilmir. Həmin gənc ailənin uşaqları böyüyüb usta olurlar. Onlar bir gün belə ustadlarının evini tək qoymurlar. Hər işini görür, ona öz ataları kimi baxırlar. Onlardan biri bir dəfə belə deyir: "Bizim atamızın çörəyi yox idi. Siz o zaman bizim şərəfimizi qurtardınız. İndi biz sizin əmanətinizik. Bu da Allah xatirinə olan qonşuluğun haqqıdır." Belə rəvayətlər xalqımızda çoxdur. Keçmişdə insanlar bir-birinə kömək etməyi borc yox, ibadət sayırdılar. Allah rızası üçün edilən hər bir xeyir əbədi bir iz buraxır. Bir zamanlar səhərlər dua ilə açılar, süfrələr bismillahlə başlayardı. Gecələr evlərə sükut çökəndə qəlblər Allaha sığınar, ailələr birlikdə dua edərdi. Bir dilim çörək paylaşılardı. Qonşunun qapısı ehtiyac üçün deyil, hal-əhval üçün dögülərdi. Bir baxışda hörmət, bir salamda sevgi gizlənərdi. Amma indi səhərlər telefonla açılır, dualar unudulub. Süfrələr bolluqla dolu, amma bərəkət yoxdur. İnsanlar birlikdə yaşasa da bir-birindən uzaqdır. Sevgililər, ünsiyyətlər, münasibətlər süni, evlər geniş, amma içəriləri dar və boğucudur. Uşaq ata-anadan, gənc böyükdən utanmır. İnsanlar çox bilir, amma az hiss edir. Allahla yaşamaq bu yalnız ibadət deyil. Davranışda əxlaq, sözdə dürüstlük, niyyətdə təmizlik idi. İndi insanlar ibadəti belə ticarətə çevirib, əxlaq isə marağa tabe olub. Bizi xilas edəcək olan nə daha çox pul, nə də ki texnologiyadır. Bizi yalnız vicdanla, sevgi ilə və Allahla yaşayan həyat qurtara bilər. Keçmişdəki kimi yenidən səmimi ola bilərik. Yenidən sadə, amma dərin yaşaya bilərik. Gəlin qəlbimizi təmir edək. Çünki insanı insan edən qəlbinə yerləşdirdiyi dəqərlərdir.